Tanınmış oftalmoloq Cahid Şahbazovun etdiyi göz əməliyyatından sonra görmə qabiliyyətini itirən Humay Əliyevanın şikayəti əsasında başlanmış cinayət işinə xitam verilib. Oxu24.com xəbər verir ki, APA'nın əldə etdiyi məlumata görə buna səbəb onların arasında barışıq əldə edilməsi olub. Həkimin zərər çəkən şəxsə kompensasiya ödədiyi bildirilir. Qeyd edək ki, iyul ayında Humay Əliyevanın Caspian International Hospitalda oftalmoloq Cahid Şahbazov tərəfindən səhv diaqnoz qoyularaq göz əməliyyatı olunduqdan sonra görmə qabiliyyətini itirməsi ilə bağlı iddialar yayılıb. Faktla bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.1-ci səhlənkarlıq vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi, fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunun mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulması səbəb olduqda maddəsi ilə cinayət işi açılıb. Bu barədə açıqlama verən Cahid Şahbazovun vəkili Asim Abbasov bildirib ki, müvəkkili cinayət məsuliyyətinə cəlb olunmayıb, yalnız fakt üzrə cinayət işi açılıb.